Bəzi şəxslər deyirlər Muxtar Səqəfi Rizvanullah Teala əleyh özünü peyğəmbər elan edib. Bəziləri deyir o hətta aşlayıb düşmənlərə cəza verəndə. Bunlara cavabınız necə olar? Ümumən Muxtar Səqəfinin barəsində tarix boyu bu müəmma olub. Yəni bu təzə söz deyil. İndi bizdə Azərbaycanda ya məsələn deyə bu yaxın Orta Şərqdə Muxtarın filmi yayılandan sonra bu şübhələr çıxdısa ortaya, avam arasına çıxdısa, alimlərin arasında isə tarix boyu olub. Yəni tarix boyu alimlərimiz Muxtarın barəsində iki dəstəyə bölünürlər. Yaxşı kişidir, yaxşı kişi olub deyənlər də olubdu, pis kişi olub deyənlər də olubdu. Hətta Muxtarın öz dövründə belə bu şey, Muxtarın öz zamanında da bu şeylər olub. Var rivayətimizdə ki, İmam Baqir Əleyhisselamın yanına bir dəstə Küfəli gəlir. Bir nəfər deyir ki, ağa, o cavan oğlanı tanıyırsan, məsələn, deyir kimdir? Deyir ki, Muxtarın oğludur. Nəsə, imam ehtiram eləyir, məhəbbət eləyir. O kişi qaydı, yəni Muxtarın oğlu qaydı, deyir ki, ağa, mən etiqad eləyirəm ki, sən imamsansan, Allahın höccətisən, sən düz insansan. Ona görə bir məsələ soruşmağa gəlmişəm sənin yanında ki, istəyirəm sənin sözün höccət olsun bizimlə aramızda. Deyir, nədir? Deyir ki, mənə deyə görüm, atam yaxşı kişidir, pis kişidir. Hətta Muxtarın öz oğlu belə atasının barəsində şübhə eləyir. Deyə görüm, atam yaxşı adamıdır, pis adamıdır. Çünki hər bir söz deyir, bir də yaxşı adamıdır, bir də pis adamıdır. İmam Əleyhisselam deyir ki, sənin aton necə pis kişi ola bilər ki, mən sənin aton verdiyi Mehriyədən dünyaya gəlmişəm. Yəni, nə demək istəyir? Yəni, o vaxt ki, Bəni Ümeyyə, məsələn, zalim hökumətlər bizi sıxışdırmışdılar, yəni Bəni Haşimin bütün pul mənbələrinin qabağını almışdılar, iqtisadi blokadiya salmışdılar. Həmən dönəmdə sənin aton pul göndərdi, həmən pulla atam anamın mehriyəsini ödədi. Bəzən durur imamın alnından öpür neyini. Xülas, yəni qəsdim budur ki, hələ işim yoxdur, hədis səhiyyidir, zəifdir. Qəsdim budur ki, hətta Muxtarın öz oğlu belə bilmir ki, atam yaxşı adamdır, pis adam idi. Hədislərimiz də Muxtarın barəsində iki dəstədir. Muxtarı tərifləyən hədislərimiz də var, Muxtarı pisləyən hədislərimiz də var. Seyyid Xoy Rıdvanullahi aleyh bu hədisləri gətirəndən sonra Muazzam Rizal hədisində, yaxşısında, yamanında niqaş eləyəndən sonra deyir ki, mən üstünlüyü verirəm ki, Muxtar yaxşı kişi olub. O pisliyinə olan hədislərdə cürbəcür yönə yozuruq. Muxtarın pisliyi barəsində olan hədislərdən mümkündür bir neçə cəhətdən Muxtarın qarşısına sual işarəsi qoymaq olar. Birinci budur ki, Muxtarın əqidəsi nə idi? Özün peyğəmbər elan eləmək yox, özün imam elan eləmişdi ya yox, peyğəmbər yox. Özün məzhəb qurmuşdu ya, çünki Keysanilər məzhəbi ona nisbət verilir. Keysan sözü nə deməkdir? Keysan iki keys deməkdir. Deyilənlərə görə bu cür nəql edilir tarixdə ki, Həzrət Əmir Əleyhisselam Küfədə xəlifə olanda, yəni hökumət başında olanda Muxtar balaca uşaq idi. Muxtar gəlir Əleyhisselam yanına gətirirlər, yanından keçəndə Həzrət Əlin çəkir Muxtarın başını, ya kəyyis, ya kəyyis. Kəyyis yəni fərasətdir. Kəyyis yəni fərasətdir. Kəyyis, kəyyis oradan gör. Kəyyis təsniyə gələndə, ikili gələndə ərəbdə olur? An. Deyir kitab, kitaban. Kəyyisan, oradan deyir Keysanilər məzhəbi ki deyirlər, Muxtara nisbət verilir. Əli Əleyhisselam keyyis, keyyis sözündən qalıb. Yəni ay fərasətli. Gəlin başına çəkmişdi Muxtarın. Oradan o məzhəbin adı qaldı Keysanilər, yəni Muxtara nisbət verilən məzhəb. Yaxşı, onların etiqadı nə idi? Olan etiqadı bu idi ki, İmam Hüseyn Əleyhisselamdan sonra İmam Əli Əleyhisselamın oğlu Muhammed ibn Hənəfiyyədir. Muxtar da onun nə idi? Güya nümayəndəsidir. Yəni doğrudanmı Muxtar bu əqidədə idi? Allah bilər, Muxtar məsum deyil, peyğəmbər deyil, Muxtar da sənin kimi kişidir, sadəcə qeyrətli kişidir, imamının intiqamını aldı. Bu barədə heç kim şübhə eləyə bilməz. Düşmənlər də şübhə eləyə bilməz. Yəni bu tarixi bir həqiqətdir ki, qeyrətli kişi idi, şücaətli kişi idi, pəhləvan kişi idi, zəncavər idi. İmam üçün ayağa qalxdı, imamının intiqamını aldı, zalimların anasını ağlatdı. Bu bir həqiqətdir. Amma qəlbində nəyə etiqad eləyirdi? Onu Allah bilər və məsum bilər. Xülasə bu şübhə var Muxtarın barəsində ki, kimin imamlığına etiqad eləyirdi? İmam Səccad Əleyhisselamın ya əmisi Muhammed ibn Hənəfiyyənin. Əgər Muhammed ibn Hənəfiyyənin imamlığına etiqad edirsə, batil məzhəbdə idi. Yox, İmam Səccad Əleyhisselamın imamlığına etiqad eləyirdi, sonra haqq məzhəb deyil. Onda nəyə etiqad eləyir? Hər kəsin etiqadı Allahın öz arasındadır. Nə sən mənim, nə mən sənin, nə Muxtar mənim, nə Muxtar mən Muxtarın barəsində o hökmü ilə bilmərik. Onu yalnız və yalnız Allah və Allahın öyrətdiyi qeybə bağlı olan peyğəmbər və imam hökmü ilə bilər ki, onun beynində nə fikir dolanırdı. Bu oldu əqidə cəhətindən. Əməl cəhətindən də bəzi problemləri vardı. Problemlərindən məsələn biri bu idi ki, intiqam alanda insafsızcasına intiqam aldı. Birini doğrayıb qazanda qaynadırdı, birindən mismarlatdırdı, yəni belə də. İmam Hüseyn Əleyhisselamın qatillərindən intiqam alanda belə deyək də şəri hədd hüdudu gözləmədi. Gözləmədi, yəni tarixdə yazılan deyil. Biz o vaxt yoxdur ki, tarixdə indi bəzən görürsən ki, o düşmənlər də çox ifrata varırlar. İndi həqiqətdə o şeylər eləyə bilənmir. Əgər məsələn fərzən belə deyək, eləyibsə də doğrayıb qazanda qaynatmaq ki, məsələn əgər İslamda belə bir şey yoxdursa, onu eləyibsə, günah eləyib. Amma günah eləmək o deməkdir ki, onu dindən çıxardı. Günah eləyib, günah başqa şeydir, dindən çıxmaq başqa bir şeydir. Və yaxud da ki, məsələn deyək, Muxtarın barəsində bu şübhə vardı ki, var kitablarımızda. İmam Həsən Əleyhisselam Muaviyə satmaq istədi. Bəlkə də düşmənləri yazıb. Muxtar şəxsiyyətini ləkələmək üçün Allah bilər. Mən bilmirəm. Yəni biz orada yoxdur ki.
Güya əmisinə məsləhət elədi ki, gəl Muaviyyədən məsələn neçə milyon dirhəm pul alaq, İmam Həsəni verək ona. Şübhə var Muxtarın barəsində. Yaxud Muxtarın barəsində bu şübhə var ki, İmam Hüseyin əleyhissalamı belə deyək də, yəni Kufiyə gəlməkdə qınayırdı, ittiham eləyirdi. Ki, sən niyə gəlirsən? Bu vəfasız Kufələrin vəfasızlığın gözü ilə gördün ki, ata ilə necə rəftar edirlər, qardaşınla necə rəftar edirlər, sən təzədən durub Mədinədən gəlsən Kufələrin yanına. Bu nə addımdır sən atırsan? Yəni imamın, yerin göyün imamın etiqad elədiyi imamın üçün İmam Hüseyin əleyhissalamın imamlığına 100% etiqadı vardı. Dava İmam Səccad əleyhissalam imamətindədir. İmam Hüseyin əleyhissalamın ki imamətinə etiqadı vardı, Muxtarın onun özünü imamı bilirdi. Onun barəsində şübhəyə düşdü ki, sən bu Kufələrin vəfasızlığını görə niyə Hicazdan, Mədinədən durub Kufiyə gəlirsən? Yəni imamın xətada ittiham elədi. Və bu çox qorxulu bir şeydir. Adam öldürməkdən çox qorxulu bir nəfər öz imamın xətada ittiham edir, mən imamı səhv eləyir. Eləyib eləməyib Allah bilər. Yenə deyirəm, bu şeylər şübhələr, tarixi şübhələrdirlər. O qədər düşmənlər, yaxşı insanların barəsində şübhələr günümüzün bu günündə. Azdır bəyən möminlər ittiham eləyib yalancı fırıldaq şeylərində. Bu şeylər sənədə yazılır. 100 ildən, 1000 ildən sonra oxunanda ki, filan şəxsi tutular filan qədər narkotiklə. Bu bədbəxt necə bəlkə narkotikin yaxın olsa heç bir ömrü boyu görməyib. Amma sənətdə gələndə ləkələnəcək tarixdə. İndi dərhal inanaq həmən sənətlərə. O sənətlərin çoxu həmin o Muxtarın barəsində sənətlər hardadır? Bəni Ümməyyə, Bəni Abbas hökumətlərində yazılmış şeylərdilər. Hardan bilək ki, doğrudan da Muxtarın barəsində bu şey eləyib eləməyib. Yəni düşmən öz düşmənini ləkələmək üçün hər cür yola əl atar. Buna görə də deyir, əgər oğlu şəkkə düşübsə, gəl biz də şəkkə düşək. Xülasə, bir dənə hədislə Muxtar məsələsini tamamlayayım. Hədisimiz vardı ki, qiyamətin günündə məsələn, ya bərzəxin cəhənnəmində, ya axirətin cəhənnəmində, nəysə, Muxtar cəhənnəmin quyusundadır. Nicat istəyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əhl-i beytindən keçir yanından. Yalvar yaxar elə ki, ya Rəsulallah, məni buradan çıxart. Peyğəmbər üz döndərir, gedir, Əli əleyhissalama təvəssül çıxartmır, İmam Həsənin təvəssül çıxartmır. İmam Hüseyin əleyhissalama dedi ki, ya Əbu Abdillah, ya Seyyidə Şühəda, qurban olum, mən sənin qatillərindən intiqam aldım, məni buradan xilas elə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dönür İmam Hüseyin əleyhissalama, deyir ki, oğul Hüseyin, Muxtarı oradan qutar, o cəhənnəm odundan xilas elə onu, çünki sənə boynuna minnət qoydu, haqq qoydu, çünki doğrudan da sənin intiqamı alıbdı. İmam Hüseyin əleyhissalam əlini atır, Muxtarı o cəhənnəm quyusundan çıxardır. Hədis var. Zahir İmam Sadiq, İmam Baqir əleyhissalamdan. İmam Sadiq əleyhissalamdan. Ravi deyir ki, imamdan soruşdum ki, Muxtarın cəhənnəmə düşməyinin səbəbi nə idi? Maraqlı söz burasındadır. Gətirim dəqiqə. Ravi deyir ki, yəni Yəbnə Rəsulullah, sən bu cür vəsf eləyirsən ki, yəni Muxtar cəhənnəm quyusundaydı. Həzrət İmam Hüseyin əleyhissalam əlini saldı, onu orada quyudan çıxartdı Peyğəmbərin əmri ilə. Nəyə görə Allah onu cəhənnəmə salmışdı? Deyir ki, li'anna kana fi qalbihi minhuma şey. Ləv kana fi qalbi Cəbrail və Mikail minhuma şey, ləəkəbbəhumullah fin-nar. Çünki onun qəlbində o ikisinə görə bir şey var idi. Əgər Cəbrail və Mikailin qəlbində o ikisinə qarşı bir şey olsa, Allah onları da cəhənnəmə salardı. İmam çox üstörtülü danışır. İmam əleyhissalam üstörtülü danışır. Əgər Cəbrail və Mikailin qəlbində o ikisinə qarşı şey olsaydı, Allah onları cəhənnəmə salardı. Yaxşı, nədir bu şey? İki ehtimal deyiblər. Ya deyiblər ki, İmam Həsən və İmam Hüseyin əleyhissalama qarşı bir şeylər vardı. İmam Həsən əleyhissalamı ittiham elədi. Niyə məsələn deyək? Sülhə getdi və yaxud da ki, məsələn, əvvəlcədən niyə görə məğlubiyyəti bəlli olan müharibəyə qədəm qoydu Muaviyyə ilə? Yəni, imamın xətada ittiham elədi. İmam Hüseyin əleyhissalam da ittiham elədi. Sən bu Kufələrin vəfasızlığını gördüyün halda niyə Kufiyə gəlirsən? Yəni, İmam Həsən və İmam Hüseyin əleyhissalamın xətasına, səhvinə etiqad eləmişdi. Qəlbində o ikisinə qarşı bir şey vardı, xəta şübhəsi var idi. Ona görə Allah Taala onu cəhənnəmə atdı. Hətta Cəbrail və Mikail də İmam Həsən və İmam Hüseyin əleyhissalam barəsində şübhəyə düşərdisə, onları da cəhənnəmə atardı. Bu bir ehtimaldır. O ikisindən məqsədində kim olur? İmam Həsən və İmam Hüseyin əleyhissalama qarşı şübhə var idi. Və bu şübhə kimin qəlbində olsa cəhənnəmə düşər. Bu bir ehtimaldır. İkinci ehtimal Əbu Bəkir və Ömər barəsindədir. Muxtar ehtimal var ki, Əbu Bəkir və Ömərə qarşı məhəbbəti var idi ki, ona görə cəhənnəmə düşmüşdü. Bu ehtimallar deyiblər. Amma hansı düzdür, hansı səhvdir, düzünü Allah bilər. Mən birinci ehtimal tərcih edirəm ki, əgər fərz eləsək ki, rivayət sənəd cəhətindən biraz müşkülü vardı, amma əgər desək mötəbərdir rivayət, doğrudan da imam sözüdürsə, ehtimalən İmam Həsən və İmam Hüseyin əleyhissalam barəsindəki o şübhələri vardı, ona görə cəhənnəmə düşmüşdür. Amma Əbu Bəkir Ömər şübhəsi də ola bilər, yəni ehtimaldır. Çünki İmam əleyhissalam sözü qaranlıq qoyur ki, o ikisinə qarşı bir şey var idi Muxtarın qəlbində. Nə idi o şey? Düzün Allah bilər.